Herkese Herkese salamlar. salamlar. Bugün YouTube kanalımızı çəkəcəyik. Mən sual verəcəm. Mən sizə cavablayacağım. Ama bu ilk dəfə olaraqdır da, ilk dəfədir. Ata, sənət yolunda ən maraqlı dəcəlliyin nə olubdu? Hə, bax maraqlı sualdır. Mən uşaq vaxtı Moskvada böyük teatr deyək də konsertimiz vardı. Hə. Orada səhnə fırlanırdı. Hə. Səhnə fırlanırdı. Səhnənin arxasında elə bir ansambl dayanırdı. Səhnənin o biri tərəfində iştirak eləyənlər. Hə. O iştirak eləyənlər oxuyub qutarandan sonra onlar gedəndə səhnə fırlanırdı, o birilər gəlirdi də. O səhnənin də fırladan eskalator var da aşağıda. Hə, burada. Mən də baxsan boyda uşaqdım. 7 yaşım var. 7 yaşım vardı. Mən də düşdüm. Onda hələ bizim çıxışımız gecə olacaqdı. Mən düşdüm həmən o səhnənin alt tərəfinə. Gördüm orada eskalator var, belə-belə fırlanır. Başladım fırlanmağa bunu. Əllə. O da o qədər yüngül idi ki, mən fırlaya bilirdim. Belə fırlayanda, sən demə üstdən səhnə fırlananda o saat onu görürlər də. Tez oradan deyirlər ki, bu kimdir bunu? Gəldilər, tutdular məni, balaca vaxtıydı. Bədii rəhbərimiz gəldi, tez mən aldı qucağına qaçışdı. Yoxsa səhnənin axırada fırladacaqdı. Aşağı düşmüşdün, yoxsa yuxarıda? Aşağıya. Sonraki sualını nədir? Ata, bu da ikinci sualdır. Oo, deyən görüm. O əvvəlki dövrdəki uşaqlarla, indiki uşaqlarla fərqi nədir? Fərqi. Hə. Bu da maraqlıdır. Bu da maraqlıdır. Bir Hə, də mat eləyim. Bu lap gülməli maraqlıdır. Hə, bu da maraqlıdır. Hə. O vaxt uşaqlar heç nə görmürdülər. Hə. İndiki uşaqlar hər şey görürlər. Gözünlə görmürdülər. O vaxt uşaqlar kətdən başqa hər şey heç nə görmürdülər. Amma indi uşaqlar kompüter dövrüdür. Hər şey görürsünüz. Girirsiniz kompüterə, hər şeyi görürsünüz. Məsəl üçün, mən o evdəki kompüter var ya, oradan baxıram. Baxırsan. İnternetdən. İnternetdən. Hər şeyi görürsən, dünya açılırsan. Amma biz o vaxt açıla bilmirdik. Qalmışdıq kətdə. Heç nə görmürdük. Bəs televizorla? Televizordakı bir kanalımız vardı. O da bizim ASTV kanalı. Onlarda telefon, planşet, kompüter. O vaxt telefon, planşet, belə şeylər Şey də yox yox idi. idi, PlayStation da yox idi. Hiçbir şey yox idi. Hiçbir şey. Şəşə də yox idi. Şəşə vardı. İndi üçüncü sualı. Hələ varımdır sualı. Bu üçüncü sualdır. Ay, Hə, ata. Sən Şahmalı qağanla doğulanda sevinmişdin, yoxsa mən doğulanda sevinmişdim? Hə, yəni demək istəyirəm ki, ən çox sevindiyim. Hə. Sualları hardan alırsan? Bilmirəm. Çox maraqlıdır axı. Yox, öz-özümə başımdan Beynimə gəlir. Beynimə gəlir də. Deməli, Şakı ilə sənin aranda fərq nədədir? Ən çox sevindiyim. Şakı ilə əslində siz ikiniz də olanda sevinmişəm. Niyə görə? Hə. Çünki Şakı... Yox, axı birini sevməlisən. Qulaq as da. Hə. Şakı doğulanda... Şakı ilk uşağımıdır. Yəni ilk də birinci səfəridir. Sən isə gözlənilmədən gəldin. Ona görə ikiniz də maraqlı olmuşsunuz. Sevindim ikiniz də. Yaxşı, Nuray doğulanda bəs. Nuray? Hə. Nuray doğulanda əlbəttə ki, mən çox sevindim. Çünki hər bir evə qız lazımdır. Çox gözəl idi. Şakı var, Şakın başı yumruydu. Yumru. Şakın başı, hə. Bax, biraz belə, bax mən ki, belə, sonra burasından belə. Amma Şakı dəzəldir. Hə. Ora-bura qaçırdı. Evin başına çıxırdı. Evin başına çıxırdı. Darvazanın başına çıxırdı. Amma sən yox, sən dəcəldir. Bu da sonuncu sualımdır. Buyur Ömür müəllim. Ata, o vaxt ki taciri qucaqlayıb, Balaca taciri.
qucaqlayıb nə deyərdin? Nə deyərdim? Hə. Bax belə öpərdim onu. Deyərdim ki, sənə halal olsun. Çünki o yaşından çox... Yox, indi olacaq da, deyə... Olsa, elə deyə, o budur. Sən mənim balacalığımı deyirsən. Mən deyərdim ki, mənim balacalığımdakı taciri qucaqlayardım, öpərdim, deyərdim sənə halal olsun. Çünki o özündən daha qat-qat çox böyük oxuyurdu. Ona görə... Əlbəttə ki, sən bayatçıları görmürsən. Yaxşı. İndiyənə kimi onun təkrarı yoxdur. Heç kim oxuya bilmir. Bu da sənin axırıncı sualın idi. Əziz izləyicilərimiz, bizim ömrlə sual-cavabımız sona çatdı. Və bu axırıncı olsun, axırıncı olmasın. Və növbəti videolarımızda necə olsun, necə ürəyiniz istəyirsə, elə də kommentlərə yazın. Biz də sizin ürəyiniz istədiyi kimi videolar çəkək, sizə təqdim edəyik. Like edin, abunə olun. Abunə olun ki, çəkilişlərimiz davamlı olsun. Həm də ki, kommentlərdə yazın ki, hansı videonu çəkək, hansı videonu çəkməyək. Videolarımız davamlı olsun. Hoşça kalın.